Statistikalar göstərir ki, Azərbaycan ürək tutmasından ölümlərə görə dünyada ilk üçlükdədir. Çox dəhşətli statistikadır. Təbii ki, səbəblər müxtəlif ola bilər. Stress, hərəkətsizlik, yanlış qidalanma, genetik faktorlar. Amma bunları aşağı-yuxarı əksər insanlar bilir. Mən bugün sizə digər vacib tövsiyələr vermək istəyirəm. Deməli, birinci vacib tövsiyə yuxu rejimimizə mütləq diqqət yetirin. 24 saat ərzində 6 saatdan az yatan insanların infarkt riski siqaret çəkən insanlardan daha çoxdur. Düşünə bilirsiniz ciddiliyi. Ona görə heç olmasa ən pis ehtimal minimum 6 saat yuxunuzu yatın. İkinci tövsiyə diş sağlamlığınıza fikir verin. Diş ətində iltihablanma olanların, dişində ərp olanların infarkt keçirmə riski digər insanlara nisbətən 2 dəfə çoxdur. Çünki ağızdakı bakteriyalar damaqdan birbaşa qan dövranına qarışaraq damarları zədələyir. Üçüncü vacib tövsiyə duz. Gündəlik duz qəbuluna fikir ver. 5 qramdan çox tutma. Bizim millət nə hikmətlisə duzu ancaq bişirdiyi yeməklərdə axtarır. Halbuki pendirdə, çörəkdə, turşularda, işləmiş ət məhsullarında da kifayət qədər duz var. Adicə bir dilim çörəkdə 1 qram duz var. Yəni sən gündə 3 dilim çörək yeyirsənsə, artıq 3 qram duzu qəbul eləmiş olsan. Düzdür, duz natriumdur. Natrium da bədəndə suyu saxlayır, damar gərginliyini tənzimləyir. Amma natrium bədəndə çox olanda başlayır daha çox su saxlamağa. Daha çox su isə daha çox qan deməkdir ki, bu da yüksək təzyiq yaradır. Və yüksək təzyiqdən normal olaraq ürək damarlarını zədələyir. Digər tövsiyələr isə növbəti videoda.